Salam əziz və hörmətli dostlar, xoş gördük. Bu günlər biraz tez başladım kitab oxumağa, çünki birazdan sonra iş versələr mən getsəm işin dalışsam vaxt olmayacaq oxuyam. Onun üçün indiki vaxtım vardı, başladım bu kitabı oxuyam. Dünənləri yazarımız buyurdular ki, kitab nə oxuruq? Kitab Türk dilinin əsaslarını oxuruq, yazan Ziya Gökalpıdır və 95-ci səhifənin 2 son paragrafını oxuyuruq. Dünənləri kitab oxuyanda yazarımız dedi ki, türklər qədim zamanlarda 4 yerə bölünürdü idari cəhətdən və onları açıqlamağa başladı. Birincisi boyudur. Boy nədir? Sonra boyun içində gəldi, dedi ki, adamın bir özü var, bir yaşdaşları var. Yəni hamısı, məsələn, məndən eyni zamanda doğan 1-2 kilo böyük. Bir məndən kiçik kişilər vardı, bir məndən böyük, yəni erkəklər, bir məndən böyük erkəklər. Bir məndən böyük xanımlar, bir məndən yaşıd xanımlar, bir də məndən cavan xanımlar. Bir subay, bir də evli. Bunları gördünüz. İndi onlara diqqət eləyəndə biz nə alırıq? Mən nə vaxtı, bəlkə də bunu səsli qoymuşam telegramımda. Amma nə vaxtı bunu düşünürəm ki, bizim milli hərəkət İran rejimini, cəhli İran rejiminin qabağında nə cür güclənə bilər? Bu böyük bir məsələdir. Onların ordusu var. Başda bir rəhbərləri var, rəis cümhuru var, dövləti var, ərteşi var və bir ordu şiklişi vardır. Həm ərteşdə, həm sipahda, həm bəsicdə, həm polisdə, həm ittilatda. Bunların hamısında ordu şikli var. Yəni ordu biçimində bunlar düzəliblər. Başda bir nəfər dəstur verir, dəstur gəlir fərmandehlərə, komandalara, komandanlar bunu dəsturu verirlər əşağalara. Əşağa getdikcə gedir, axırda yetişir dəstələrə. Dəstədə məsələn 9 nəfər, 10 nəfər, 12 nəfər, hər neçə nəfərdir və onların bir başı vardı və onlar da içində tərtib deyirlər. Bir silsilə məratibləri var. Yəni bir fərmanda ölsə, bilir ki, kimlə dəstur olacaqdı dəstə. Mən düşünürdüm ki, bizim millətimiz əgər belə olmasa, sistemə keçməsə, olmayacaq. Və bu sistem dövlət olanda olar, amma dövlət olmayanda neyniyək? Yəni indi dövlətimiz yoxdur və biz o mərhələyə keçməliyik. Mən bunu harada bildim? Dostlar, biz burada bir, ona görə indi yadıma düşür ki, demişəm bunu bir yerdə, amma yenə dediyim. Mən bu fikrimi ki, o var idi, indi bu kitabda gördüyüm üçün istəyirəm onu bir də tozih verəm. Mən bir dənə burada cəşni qoymuşlar, konsert qoymuşlar dostlar, Azərbaycanlılar və dostların bir iddəsi Azərbaycan Cumhuriyyətinin ya Türkiyənin bayrağını gətirmişdilər. O cələsədə 1-2 nəfər fars var idi, bir 10 nəfər deyək fars var idi, 200-300 nəfər də türk var idi. Və o cəşni qoyanların birinin qız dostu da fars idi. Baxın, qız dostu ya arvadı fars olmaq, ya əri fars olmağın heç iradı yoxdur. Bunu demirəm. Çünki bizim hər halda insanlar bir-birləri ilə sevişirlər, sevirlər bir-birlərini və evlənirlər. Heç iradı yoxdur ki, bir dana türkün arvadı fars olsun, ya bir dana türkün əri fars olsun, ya ayrı bir millətdən olsun. Mühüm budur ki, əcəba siz özünüzü qoruya bilirmisiniz? Yəni, özünüzü o qədər ki, sən farsı örgəşirsən, o qədər də farsı türkünü örgədə bilirsən. O qədər ki, sən ona ehtiram qoyursan, əcəba o da sənə ehtiram qoyurmu? Bu, hər halda, dostumuz orada bir savaş saldılar, məsnui savaş saldılar. O dostumuz ki, o cələsəni qurmuşdu, orada da musiqi çalırdı. Ailəsi musiqiçidir əslində. O xanımı vasitəsilə bir savaş düşdü. Və burada biz eləyə bilmədik savaşın qabağını alaq. 12-13 maşın polis gəldi, adamlar qaçmağa məcbur oldular. Solarda burada rəvani müşkül çox çıxdı. Hala davamı var. 2 ildən də çox keçir bunun üstündən.
Onda mən fikirləşdim ki, bizim əgər bir silsilə məratibimiz olsa aramızda, həmvətən olaraq, vətəndaş olaraq, dildaş olaraq, qandaş olaraq, yoldaş olaraq, ideolojidaş olaraq bizim bir silsilə məratib öz aramızda qursaq, bu müşkillər həll olar. Məsələn, hər neçə dostluq, hər dostu bəlli eləyək. Filan kəs əvvəl o dəstur verəcəkdi, o bir şey dedi, hamımız qəbul eləyəcək. O dedi, savaşaq, o dedi ki, qaçaq, vuraq, çəkilaq. O bir iş başına gəldi, ikinci adam filan kəsdi, o bu işi görəcək. Bunlar inancımız olduğumuz adamlardan düzəlməlidir. Bu bizi bir dana sistemə gətirər. Sistemi ki, bir-birimizə hörmət qoyaq, bir-birimizin sözünü ayaqlamayaq, bir-birimizin ziddinə hərəkət eləməyək və dəsti cəmi bir hərəkət eləyə bilək. Bu çox önəmlidir. Həm içəridə, həm eşikdə. Bu kitabımız dünənləri onu deyirdi ki, əgər məsələn mənlə taytuşlərimə bir ad deyirik, məndən böyüklərə bir ad deyirik, məndən kiçiklərə bir ad deyirik, xanımlara bir ad deyirik böyüklərə, məndən taylara bir ad deyirik, aşağılara bir ad. Bu adlar sadə bir ad deyil dostlar. Bu silsilə məratibdir. Eyni orduda bir silsilə məratib olar ha. Məsələn deyir ki, sərbazdır, sadə sərbaz. Məsələn, nə bilim, ruhbandır, ustuvardır, sutvandır. İranın üçün deyirəm. Cəli İranın üçün. Sərqurtdur, sərhəngidir, timsardır. Bunlar silsilə məratibin adlarıdır. Kim hər nə qədər üstə tərəfki saydıq gedirik, üstdən dəstur verərlər, əşaya itaət elərlər. Biz də gərək bu mərhələyə gedək milli olaraq. Deyək ki, bu adam məndən böyükdür, məndən qabaq bu hərəkətə giribdir, məndən çox təcrübəlidir. Bu adam desə, mən çəşm deyəcəm, gözüm üstə, başım üstə. Biz bu mərhələyə getməliyik. Mən filan kəsdən kiçiyəm. Tamam. Buyursalar qulaq asacaq. Bu bizim əgər hər yerdə olsa biz millətləşərik. Bu dünənki məsələdən istədim ki, öz fikrimi də açıqlayam ki, mən belə bir düşüncəm var idi. Bunu da fikirəm söz olaraq qoymuşam. Instagrama, Telegrama, umaram da ki, bir nəfər tapılsın, bunları tayp eləsin ki, yazı şəklində də çıxsın. Dünənləri o 4 müdiriyyət səviyyəsindəki danışırdı. İkincisi soydu. Boyu dünən danışdıq. İndi bunları soydan danışırıq. Soy, latinlərin cagna. Bu kagna olacaqdı ya kyugna. Bunlardan biri olacaqdı. Çünki bu hərf ki türkçədə c oxunur. O birisi dillərdə s ya k oxunur. K. Almanların zippə. Bu da olacaq zip. Elə sadəcə gərək beləsi oxunsun. O da olacaq kagna. Fransızların parental. Mən parentali baş tapa bilirəm. Parent sözündəndir. Parent olur valideyn. Adını verdikləri topluluqdur. Deyir o topluluq ki, onlara valideyn deyirlər, onu dədənənə deyirlər, ona bunlar bu adları veriblər. Adını verdikləri topluluqdur. Bir daha toplumdur ki, orada dədənənə falan vardı. İləridə görəcəyimiz türkün topluluğun dışında qalan amcazadə, dayızadə, xalazadə, teyzəzadə kimi yan əqrabaların bütünüdür. İndi soy nədir? Soyu istir mənə eləsin.
İrəlidə görəcəyimiz Türkün topluluğu dışında. Türkün topluluğu dışında deyir, yəni biraz sonra görəcəyik, onu deyir, onu. İrəlidə görəcəyimiz Türkün topluluğu dışında. Yəni bir bütünlüğünün xaricində, xaricində qalan kimlər? Əmoğlanlar, əmcazadə. Fars yazıblar. Bəzən belə bir şeylər olur. Əmcazadə, dayızadə, dayı uşaqları, dayı balaları, xala balaları, teyzəzadə. Teyzə olur, fikirlərim, əmmə. Teyzəzadə kimi yan əqrəbaların bütünüdür. Tamam deyir, bu cür əqrəba yaxınların. Yaxınlar ki, bizə qan yaxınlıqlar vardır. Bunların bütününə deyirik soy. Soyda həm ana yönündən, həm də baba yönündən əqrəba olanlar vardır. Soyda bilirsiniz da, yəni qan yolu ilə gələndə həm bir tərəfdən dədə tərəfimiz var, bir tərəfdən nənə tərəfimiz var. Həm də baba yönündən əqrəba olanlar vardır. Birincilərə ana soyu, nənə tərəfindən gələnlərə ana soyu deyilir, ikincilərə baba soyu deyilir. Baba nəcadı. Əski türklərdə ana soyu ilə baba soyu diricə bir-birinə eşitdir. Qədim türklərdə, indi biraz İslamdan gələndən sonra biraz değişilibdir. Əski türklərdə ana soyu nənə tərəfi ilə dədə tərəfi eşitdilər. Eşit demək nə mənədir? Yəni bunlar hər cəhətdən birdirlər. Amma dedim, İslamdan sonra nənə zəiflir. Nənə tərəfi zəiflir və əlbəttə indi məsələn bizim camiələrimizdə uşaqlar nənələrinə çox əhəmiyyət verdiyi üçün bəzən xalalara, dayılara çox əhəmiyyət verilir. Amma üst-üstə nənənin əhəmiyyəti İslamda biraz az olduğu üçün və dədənin yarısı hesab olduğu üçün, evdə də qızlar, oğlanların yarısı hesab olduğu üçün biraz bu nənə tərəfi zəiflir. Və ha belə bilirsiniz, qızı biz veririk gedir. Gedəndə adın da özü ilə aparanmır. Yəni uşaqlarına adın verənmir. Dədə tərəfi ad verir. Bu da bir şeydir ki, gərək değişilə məncə. Mən anaları və xanımları çox önəm bilirəm camiədə. Mənim fikrimcə heç bir millət ola bilməz. Doğru millət ola bilməz. Güclü millət ola bilməz. Alim millət ola bilməz. Cahil millət olar. Müstəmirə millət olar. Ayaq altında qalan bir millət olar. Niyə? Çünki nənələr o cür tərbiyyət olur. Biz gələn amuzuş pərvərişdə müstəqil Azərbaycanda xanımların təlimi tərbiyyəti, savadı, elmi, iqtisadı, rifahı kişilərdən gərək üstün olsun. Çünki camiə xanımlara bağlıdır. Xanımın etimad benəfsi olsa, özgüvəni olsa, evladların və vətənin gələcəkdə etimad benəfsi olar. Xanımın əli cibinə geçsə, işləsə, vətən gələcəkdə abad olar. Xanım işləməsə, uşaqlar da işləməz. İşləməsə, vətən xarab olar. İran niyə bu günə düşüb? Çünki İranda deyiblər, xanım işləməsin. Qacar dövründə xanımlar işlirdi. Hətta bu son zamanlardan kətlərdə, şəhərlərdə xanımlar işlirdi. Tövlid, ürətən sistemin parçası idi xanımlar. Əsli idi əslən. Mütəəssifanə bu aradan aparıldı. Əmdən bunu məhv elədilər və xanımları özləri demişəm xanənişin elədilər, ev arvadları elədilər, işdən uzağa tutdular, ürətimdən uzağa tutdular, təhsildən uzağa tutdular. Hamının beynini yıxamağa xanımları təhqir edərək beyinləri yıxamaq. Çünki onları o cür təhqir eləməsəydilər, xanımlar uşaqların yenə də güclü. Bizim niyə keçəcəkdə atalarımız, babalarımız hakimiyyət qurublar keçən 1000 ildə heç olmasa bu bölgədə? Çünki bizim analarımız güclü idi. Niyə biz keçən 100 ildə əldən vermişik hakimiyyəti? Çünki analarımız, qızlarımız, bacılarımızı gücsüz qılmışıq. Fikir sahəsində, hətta qol gücü sahəsində. Xanımları zəif görmüşük və xanımlara öyrətmişik ki, siz fəqət gedin ərə, işiniz budur, ərizlə yatın, uşaq doğun, qab-qaşıq yuyun, qutardı getdi. Qalanı bizim. Bu arvadın elə əvvəldən başına vurdu,
Bunun uşaqları da o cürsi başına olur. Onun üçün mən mötəqidəm gələn Azərbaycanda, müstəqil Azərbaycanda xanımların təlim-i tərbiyyətinə, amuzuş pərvərişdə, danışgahlarda kişilərdən çox, məncə 3 qat çox həzinə olmalıdır. Çünki onların gələcəyi, xanımların düşüncəsi, xanımcalığın etimad və nəfsi, xanımların iş gücü, xanımların fikir gücü, vətən gücüdür. Ana soyu ilə baba soyunun eşitliyini bəzi qurumlarda açıqca görürük. Bəzi yerlərdə açıqca görürük ki, bəzi qurumlarda, qurum dedik, yəni təşkilatlarda görürük ki, ana soyu ilə baba soyunun eşitliyini, bərabərliyini biri əhəmiyyətli, biri əhəmiyyətsiz yox. Bəzi qurumlarda açıqca görürük. Gedək 96-cı səhifəni başlayaq. Əski türklərdə soyluluq yalnız baba yönündən gəlməzdi. Dedim ki, indi tamamən xüsusən Fars sisteminə keçəndən bu üzə biz baba sistemini almışıq. Avropalı sistemləri də bu cürdür. Əski türklərdə soyluluq, yəni Farsca nəcada tərcümə ediblər. Soy yalnız baba yönündən gəl. Baba yön nə demək? Yəni baba tərəfindən. Tərəf ərəbcə sözdür, farsça deyil. Onun türkçəsi yöndür. Ana yönündən də gələrdi. Yəni bərabər siz ana yönündən də gələrdiniz. Bir adamın tam soylu olması üçün həm baba yönündən, həm də ata yönündən soylu olması gərəkirdi. Bir nəfərin soyu bəlli olmaq üçün, güclü olmaq üçün onun soyunun həm nənə tərəfindən, həm dədə tərəfindən güclü olması gərəkirdi. Ya gəlməsi gərəkirdi. Bugün belə Xarəzmidəki türkəmənlərdə bir qız həm babası, həm də anası türkəmən olmayan bir erkəyə varmaz. Deyir ki, Xarəzmidə, Türkəmənistanda ehtimalən deyirəm, çünki savadım yetişmir. Görüm ki, Xarəzm indi Türkəmənistanın mərkəzidir, Üzbəkistanın mərkəzidir. Bunlar mütəəssifanə savadsızlığımızdandır. Bugün Xarəzmidə belə türkəmənlərdə, yəni türkəmənlərin arasında bir qız, əgər bir qıza bir elçi gələ, onun nənəsi və dədəsi, hər iki tərəfi türkəmən olmasa ərə getməz. Bir erkəyə varmaz, yəni bir erkək adamla evlənməz. Varmaq, yetişmək. Ona yetişməz, yəni ondan vəsl, visal olmaz. Çünki bir adamın yalnız babasının türkəməni olması, soylu olması üçün yetərli deyildir. Çünki əgər bir adamın, erkəyin, fəqət dədəsi türk olsa, nənəsi ayrı millətlərdən, Rus, Fars, Ərəb, Bəluç, hər nə olursa olsun, deyir ki, o, onun soylu olması üçün, onun soyunun güclü olması üçün yetərli deyil. Əlbəttə, bunu deyim, bu bir cəhətdən milli şeyləri gücləndirir, amma bir cəhətdən də xəstəlikləri millət içində saxlır. Biz özgələrlə evlənəndə, qız ya oğlan, xəstəliklər azalar. Əlbəttə, əgər adamın xəstəliyi olsa, o qalar. Bunu o şəraitdə deyirik ki, bizim də xəstəliyimiz yoxdur, onun da xəstəliyi yoxdur, onda. Ya xəstəliyimiz var, onun yoxdur. Eyni xəstəlik. Onda bu uşaqlara getməz. Amma mütəəssifanə hər nə qədər yaxın evlənsək, belə ehtimalı var ki, uşaqlarımız o bizdə olan xəstəliklə irs apararlar, miras qala olaraq. Bu çox famillərdə görünübdür. Mənim özümdə, famillərimdə mütəəssifanə bu görünübdür. Çünki bir adamın yalnız babasının türkəməni olması, soylu olması üçün yetərli deyildir. Bu soy burada bir iftixarlı bir şeydir. Məsələn, adam deyir ki,
məsələn, mən özüm deyirəm, mən Mehdi Qulunun nəvəsiyəm, Çalba Bəşranın ya Çalba Cəfər Qulunun nəticəsiyəm. Çalba Bəşranın nəvəsi Çalba. Bu, o ailənin güclülüyünə işarə edir. Burada neçə güc var? Birincisi, mal gücüdür, sərvət. İkincisi, qol gücüdür. Savaşlarda qədim çox istifadə olardı. Qılınc vurmaq, dav eləmək. Tək qalmırdın. Yəni, savaş, biri sənə öcəşsəydi, savaşsaydı, arxanda bir el vardı. Üçüncüsü, ağıl gücüdür. Dördüncüsü, savad gücüdür. Beşincisi, mövqeyiyyət ictimai gücüdür. Yəni, məsələn, bir nəfərin dilənçidir, bir nəfər xandır. Bunları bir-birinin dibinə qoymaq olmaz. Biri alimdir, biri cahildir. Savadsızdır, mənzurum. Biri ağıllıdır, biri ağılsızdır. Biri çobandır, biri məsələn, işlərə tohin eləmir, işlər deyil. İstəyirəm deyəm ki, o soyun güclülüğü nə cür hardan gəlir? Tümüylə soylu olması üçün anası da türkəmən olmalıdır. Tümüylə, yəni tamamilə, kamil şəkildə bir nəfər soylu olması üçün, soyu güclü olması üçün, özünə iftixar eləməsi üçün gərək anası da türk olsun. Sülalələrin vücuda gəlməsindən sonra da bu iki türlü soyluluq davam etdi. Sülalə toxumlardan törənən sonuncu nəsillər. Sülalələrin vücuda gəlməsindən sonra, məsələn, adamın uşağı olur, nəvəsi olur, nəticəsi olur, kötüzəsi olur, görücəsi olur, nəmənəsi olur. Bunlar. Bu iki türlü soyluluq davam etdi. Bunlar davam edər. Bu dövrədə, yəni indiki dövrədə baba tərəfindən prens olanlar təkin, ana tərəfindən prens olanlara inal unvanları verilirdi. O dövrdə ki, bu qanun var idi, orada baba tərəfindən biri şahzadə olsa, beləsi deyək, prens olur şahzadə, ya şahın hər halda evladı. Onlara təkin deyərdilər türkcə. Təkin kim olur? İndi farslar buna şahzadə deyirlər. Təkin. Ana tərəfindən şahzadə olsa, inal deyilir adına. Bu ləqəbdir. Görürsünüz, silsilə məratib gəlir. Yəni, bu, indi mən orada misal vurdım 5 dana, hələ indi heç buna fikir eləmədən 5 dana ünsür saydım ki, bundan bir soy güclü hesab olur. Məsələn, onların birini mən dedim, savaş gücü, məsələn, təbii ki, bir nəfər ki, ordu komandasıdır, ya vəzir cəngidir, ya şahdır, ya xandır hətta, bunların gücü bir dənə, məsələn, sadə bir ailə ilə bir deyil. Necə ki, pul gücü bir deyil. Necə ki, bunların təhsilat gücü bir olmaz. Hər halda güclü olarlar. Hər şəhrzadənin xaqan ola bilməsi üçün onun həm təkin, həm inal olması, yəni həm baba, həm də ana tərəfindən sülaləyə üyə olması lazım idi. Qədim zamanlarda ya elə şeydə deyir ki, burada şəhzadənin, indi bu kəlməni işlətdi, biz şahzadə İranca deyilir, farsların cəhəli dilləri kimi. Burada şəhzadə eləyiblər, türkçədə türkləşdiriblər məsələn. Hər bir şəhzadənin, hər bir oğlan ya qız ki, bir şah ailəsindən gəlibdir. Onun xaqan olması üçün, xaqan dedik kimdir? Şahlar şahı. Padişah, şahənşah. Padişah deyəndə şahlar ziddi, şahənşah deyəndə şahların şahı. Bir şəhzadənin xaqan olması üçün o şəhzadənin həm təkin, dədə tərəfi, həm inal olması, yəni həm baba tərəfindən, həm ana tərəfindən şəhzadə olması lazımdır. Yoxsa xaqan ola bilməzdi. Bunun da bir dəlili var dostlar. Diqqət buyurun, mən bu dəlili yaşamda gördüm. Bir dənə misal özümdən vurum. Bunu baş tapaq.
mən kasıb bir ailədən gəlmişəm. Dədəmgil əkinçi, sonra da nəqqaş olublar. Bizim famililər bunu gediblər. Ya ipək işləyiblər, ipək işində olublar. Yəni iş ailəsinə, əkinçi və işçi ailədən gəlmişəm. Mən çox çalışdım ki, bunu sındıram. Təbəqəni, iqtisadi təbəqəni sındıram, beyinsel olaraq, düşüncə olaraq bu özümü yuxarı çəkəm. Bunun üçün 26-27 yaşımda başladım dərs oxumağa, danışığa getməyə. Və sonra kompüter gəldi, düz və o adamlar idim ki, test kompüteri aldım, internet aldım evimə, uşaqlar, məsələn, mən göylüm istərdi, oğlum çox ağıllı, mənim uşaqlarım, normalda razıyam mən uşaqlarımdan, çox ağıllı, düşüncəli, ehsaslı və insani atifələr var. Mütəəssifanə babalarının yolunu getməyə çalışdılar, o biraz bunları dalı saxladı, çünki hamısı istədi siyasətə girə. Siyasi oxudular, siyasi getdilər. Bu cüsü. Məsələn, mənim gördüyüm var idi, oğlum, mən mali cəhətdən təbəqəni sındıranmamışdım. Yəni ki, xaricər qalmışam. Çünki qazetəçilik xaricərçilikdir. Və gəliri də azdır. Mən gördüyüm var idi, oğlum, məsələn, geçsin, birincisi, o zaman ki, məsələn, mən 18-20 il bundan qabağın sözünü danışıram. 20 il bundan qabaq mən deyirdim, mənim oğlum bu qədər ki, kompüter oyunlara əlaqəsi vardı. Kompüter oyun tərrahı olsun və əvvələn zehni fərqli bir dünyaya geçəcəkdir. İkinci, təbəqəsini sındıracaq, mali cəhətdən də təbəqəsini dəyişdirəcəkdir. Çox mühümdür, dostlar. İnsanların dəyişməsinə neçə şey lazımdır. Biri, bunu da qabaqcan demişəm, biri, hər kəslə evlənirsiniz. Xanım yağa fərq eləməz. O evləndiyi adam insanın fikrini dəyişdirir. Fikri dalı olsa dalı saxlar, qabaq olsa qabağa aparar. Savadlı insanlarla dost olmaq, ya tanış olmaq, ya evlənmək. Bu da insanları dəyişdirir. Agah, savadlı deyəndiyim agah. Bir ailə ilə əlaqəz ola ki, evlənəsiz ya rabitəz ola ki, onlar iqtisadi cəhətdən güclüdülər. Sizin iqtisadi beyniniz dəyişər. Düşüncəz iqtisadi beyniniz dəyişər. Güclü bir ailə ilə siyasi cəhətdən tərəf olsa sizin beyniniz dəyişər. Düşüncəz dəyişər. Bizim beynimiz şəraitimizdən çıxanda dəyişər. Şəraitimizdə qalsaq dəyişməz. Heç dəyişməz. Dalı gedər ki, qabağa getməz. Bunun üçün mən oğlum istərdim gedə kompüter və nərməfzar İranda deyirlər. Software və oyun qismətinə. Mən dünənləri bir şey eşitdim. Facebook adını dəyişdirir Meta eləyə. Niyə Meta eləyə? Çünki bir dənə şirkət var, onu alıbdır. Onun adı Metadır. Ona görə özünü dəyişdirəcək. Niyə? Facebook dünənəcən insanlara bir şəbəkə idi ki, bir-birləri ilə danışırdılar, görüşürdülər, paylaşırdılar, aşiq olurdular. İndi əhəmiyyətini əldən verib. İndi Instagram gəlibdi, indi bəzi kanallar gəlib ki, insanlar bir-birləri ilə rahatca görüşürlər, rahatca danışırlar filan bəhman. Facebook buna görə ki, buradan dalıya qalmasın, bir dənə şirkəti alır. O şirkət əcib bir şirkətdir. Mən dünən bunu çox bir saat qulaq astım bunun nağılına. Radyo bunu pəxş edirdi, yayırdı. Deyir ki, bu şirkət dürbünlərlə, kameralarla, mikrofonlarla, qulaqlıqlarla insanlara bir ayrı dünya yaradır. Necə? Elə bir ki, yatmışsınız, yuxuda bir ayrı dünya görürsünüz. O dünyada siz dostlarınızı və düşmənlərinizi tapırsınız. Və gedirsiniz. İndi bunlar dəstgahlar qoyublar, gözə də qoyurlar bunu. Qulağa da, ehtimalən həvassa da böyle təsir edir. Dəstgahın üstünə çıxırlar və özləri yaddan çıxır sonra. Bu oyuna girənin özləri yaddan çıxır, bir ayrı atmosfer dünyaya girirlər. O dünyanı özləri düzəldirlər. Və tərrahlıq edirlər. Orada
sülhü nə cür tərrahlıq eləyəcəklər, savaşı nə cür tərrahlıq eləyəcəklər, hər şey özü. Yenidən bir dünya yaradırlar. Və bu dünyada özləri yaşırlar, amma özlərin bu dünyada qoyublar. Gediblər orada taza bir ideyalarla yaşırlar. Çox Facebook'u istir ki, Facebook'dan çıxsın, insanlara kamera satacaqlar, bir dəstgahlar satacaqlar, böyük kimi, motor böyüşü kimi. Bunu qoyacaqsınız başınıza və bu dünyadan əlaqəsi üzüləcəkdir. Eyni elə bir şey yatmışsınız, getmişsiniz o dünyada, məsələn, şeytanla keyf edirsiniz. Hər nə edirsiniz də, yuxuda neynərik ki, bu dünyada deyirik ki, onda biz, o əslində biz rüya cəhanındayıq. Bir rəvani bir atmosferdəyik. Bunu da o şəkildə aparacaqlar. Bunu istədim buna görə deyim ki, mən kompüteri belə görürdüm ki, insanların zehnini dəyişdirər, eyni halda iqtisadını da dəyişdirər. Mütəəssifانه mənim oğlum dedim, mənim yolumu gəldi, getdi zindana düşdü Kanadada, dərsini oxumadı. Axırdakı fəlsəfəzədə oxumuşdu filan, fوق lisans filan. Bunların hamısını tərk elədi, gəldi getdi o dəmirçi. Bunu niyə dedim? Çünki mütəəssifانه təbəqəni sındırmaq çox zordur. İnsanların təbəqələrinə əlaqəsi var. İnsanlar öz düşüncələrinə, dostlarının düşüncəsinə təəssübü var. Bunu sındıranmazlar. Bunu sındıranmazlar. Çox %1 insan təbəqəsinin fikrin, düşüncəsin, yaşam tərzini sındırıb dəyişdirə bilər. %99 təslim olar. Hətta %1-dən də azdır məncə. Xüsusən İranda %1-dən də azdır. Mən bəzən bu ixtilas eləyən adamlara hörmət qoyaram, bəzən. Çünki onlar təbəqəni sındırmağa, o dairəni sındırmağa çalışıblar. İndi onlara pis yol göstərib dövlət, o ayrı. Amma bunlar, bu fikirləri varmış ki, təbəqəni sındıralar. O, pilə ki, bunların dövrəsinə tarix filan dolayıbdır, bunları qoymur, ələyağın bağlayıblar orada, bunları qurtu şəklinə gətiriblər, heç iş görənmirlər. Bunu dəlib oradan çıxmaq özü bir dünyadır. Və ondan sonra qiyafəz dəyişəcək, ondan sonra fikriniz dəyişəcək, ondan sonra insaniyyətiniz dəyişəcək, ondan sonra məhəbbətiniz dəyişəcək, hər şeyiniz dəyişəcək. Amma o günəcən ki, biz bu atmosferin içində yox, bunu əla bilirik. Məsələn, onlar ki, İrandadılar, İranı behiş bilirlər. Dünyanı cəhənnəm. O halda ki, cəhənnəmdə yaşırlar. Niyə? Çünki ondan çıxmasa onu bilməz. O təəssübdən çıxmasa bilməz. O günəcən ki, Türkiyəyə gedib 3 ay, 5 ay qalmaya, yaşamaya, Azərbaycanda, hər yerdə, İrandan eşikdə, hər yerdə. O bilməz ki, nə bir cəhənnəmdə yaşırdı. Ailə olaraq nə cəhənnəmdə idilər. Ailə düşüncəsi, ailə baxışı, ailə dini, ailə yaşamı, ailə iqtisadı, ailə dostluqları, ailənin alverləri, evlənmək, ərəc etmək, boşanmaq, bunlar hamısı bir cəhənnəmdir İranda. Bundan qurtarmaq hər halda. Mənim oğlum da bundan qurtaranmadı. Getdi oldu dəmirçi. Yəni qeyddə həman işə ki, mən 40 il bundan qabaq dəmirçilik edirdim. Mən hududən bir 20 neçə dənə işə qırıb qoymuşam, işləmişəm ömrümdə. Heç birisi məni irza eləməyibdi. Axır gəldim jurnalismə, jurnalism də məni irza eləmədi. Çox, nə deyərlər, yollara getmişəm, bilirsiniz. Siyasi olaraq istiqlala çatmışam. Fikrim də oradadır, fəlsəfəm də oradadır, düşüncəm də oradadır. Bu, tamamən bu şeydir. Hər halda, sülalə içində, sülalə dedik nəsl içində da, yəni bir adamın nəsli gedir, gələcək, onun içində, sülalə içində sülaləyə üyə olması lazım idi. Ki, amma İranın Qacar sülaləsində hala bu qoral vardır. İranın deyir, o zaman 100 il bundan qabaq yazıbdır, orada Qacar var. Qacar dövrünün yazıbdır, Qacar hakimdir hala. Deyir ki, İranın Qacar dövrü. O zaman da bilmirəm, bu şayət mütərcim yazıb İranca. Çünki İran taza bir məmləkətdir. O zaman Qacar məmalikidir. İran adında bir şey yoxdur. İranın Qacar sülaləsində, ailəsində hala bu qural vardı ki, əgər
əlbəttə bu Osmanlıda da var idi. Burada da o uşaq şah olardı ki, onun həm nənə tərəfi, həm dədə tərəfi böyük yerdən gəlir. Məsələn, mümkündür bir dana şah gedirdi, bir dana məsələn qızla, əkincinin qızı ilə, ordu olan bir qızı ilə, nə bilim, filan evlənirdi, ondan bir uşaq olurdu, o şah olanmazdı. Çox da savaşlar buradan çıxardı. İnsafən ailə içində öldürməklər da buradan çıxardı. Çünki biri özünə haqqı bilir, o birisi qanun ona, ya ürf ona icazə vermir. Əski türklərdə sülalə içində soyda böyük olan şəhzadə hökmdar olurdu. Bəs əski türklərdə, qədimi türklərdə sülalə içində, dedik da nə cür olur? Soyda böyük olan, soyda, yəni dədə nənəsi, onun misalını indi vurdum, olan şəhzadə hökmdar olardı, şah olardı. Osmanlı xanədanında da qural belə idi. Mən də bunu dedim də, qural qanun beləsi idi. O isə ki, yəni bu halda gərək Avropada, gərək Mısırda evdə böyük olan şəhzadə hökmdar olurdu. Deyir Avropada ya şeydə bir dədənin 10 dana da məşuqəsi olsa, uşaq olsa, hər yolundan mühüm deyil. Onun böyük uşağı, oğlu xüsusən, qızı yox. Qız yenə də burada şeydir, istisna idi, qıza verməzdilər. Türklərdə qızlar padişah olublar, bunu deyim. Osmanlıda da padişahlıq kimi eləyiblər. Yəni gücü qudrəti alıb əlinə 20 il məsələn dövlət yönətibdir xanım. O isə ki, gərək Avropada, gərək Misridə evdə böyük olan uşaq hökmdar olardı. Qız, oğlan. Bu dövrü keçdikdən sonra, yəni o dövrü ki, türklərdə o cür idi, keçdikdən sonra soy adları ailə adı olmağa başladı. O dövrdən sonra ki, soy adı ailə adı oldu. Dedik, əvvəldə məsələn deyirlər ki, boyun adı idi. İndi soy adı oldu. Soy məsələn, deyək ki, Osmanlı. Məsələn, Qacar. O şahların hamısı Qacar adını daşıyır. Çünki soyun adını daşıyır. Osmanlı soyun adını daşıyır. Yəni o dədə ki, hökuməti qurubdu, özünə bir ad seçibdi, soyadı ya boyun adını seçibdi. O boyun adını, məsələn, Qacar adını seçibdi, Ağa Məhəmməd xan Qacar. O Ağa Məhəmməd xan Qacar adın ki, boy adıdır, özünə ad olaraq seçdi. Uşaqları ki, ondan vücuda gəlir ya qardaş uşaqları, onların hamısı bu Qacar adın özlərinə soy ad götürürlər. Yəni, soy ad nə demək? İranda nami xanəvadir, famil adı. Çapan oğulları. Bu, məsələn, çapan bir şeydir, oğulları. Bilirsiniz, bu da mən qabaqcan demişəm, İranlılar Riza Şah dövründən sonra gəldilər əcəli ilə İranı farsizə eləməyə. Ərəbcədə İbni Fulan, filankəsin oğlu, Ümmü Fulan, filankəsin nənəsi, İbnəti Fulan, filankəsin qızı. Bunu istədilər çevirələr. Hamısını zadə elədilər. Zadə olanda nə oldu? Yəni, erkəklərin özdə adını qoydular. İbrahimzadə. Elə bir İbrahim doğubdu şah. Yox, belə deyil. Bunu, türkçədə bunu deyirlər ki, məsələn, burada deyir, Çoban oğulları. Çapan oğulları. Yəni, bu bir çapan bir oydu məncə. Sonra bu soya çevrilib, yəni bir nəfər bunu özünə ad seçibdi. Onu seçəndən sonra onun uşaqlarını elə oğul deyirlər. Buna İranda farsça buna silsilə, ərəb sözü işlədirlər. Silsilə deyirlər. Ya al deyirlər, duduman deyirlər. Bunlar. Çoban oğulları, Xozan oğulları kimi. Belə bir adlar. Dedim. Üçüncü, Çinə gəldik ki, dünənləri bilmədik mənası nədir? Türkün. Görək bu türkün nə demədir? Qaşqarlı Məhmuda görə bir evdə oturan əsil ailəyə əski türklər türkün deyərmişlər. Türkün bəs mənası bu oldu. Bir evdə oturan əsil ailəyə. Əsil ailə yəni soyu bəlli olan,
kökü bəlli olan, zoğu bəlli olan ailə, dədə nənəsi bəllidir. O əsil ailəyə. Bir də məsələn deyirlər ki, filan kəs əsil ailədir, filan kəs taza gəlmədi, dövrana gəlmədi. Məsələn Cümhur İslamda bunlar görürük, bunlar hamısı taza dövrana gəlmədilər. Bunlar əsil ailə deyirlər. Xameneydən tutmuş gəlmiş hamısı heç birisi əsil ailə deyil. Amma bəzi ailələr var, əsil ailədirlər. Yəni bunların məsələn 1000 il, 1500 il sabiqələri var. Təbrizdə ailələr var ki, 800 il sabiqələri var. Yəni bəllidir kimdilər və yerləri var. Buna əsil deyirlər. Əski türklər türkün deyərmişlər. Bu əsil ailəyə türkün deyərmişlər. Türkün. Türk sözündən almışmışlar. Yəni türkdür bu. Əsildir. Türklük əsalət daxı. Bu əsalət həccəsi zorundan vermək olmaz. Bu doğuşdan gələr. İnsanlar beyinləri yıxanmasa bunu özləri ilə daşırlar. Dünyanın hər yerində belədir. Bunu İrana baxmayın. Dünyanın hər yerində siz indi burada bir əsil Kanadalı var. Bir nativlər var ki, yer əsilləridir. Əslən adına deyiblər nativ, yəni yer sahibləri. Bir Kanadalılar ki, burada 200 ildir buradadılar, 150 ildir buradadılar. Bunlara da deyirlər əsil. Amerikada 500 olan ağlara deyirlər əsil. İngilistanda məsələn mühafizəkardılar. Bunlar hamısı əsil, məsələn deyirlər bizə əsil yox. Özdə ailələri saxlır. Mən filan kəsin oğluyam. 100 dana şeyin saxlır. İndi də ki bilirsiniz elm gəlibdi. Daha indi internetdə bir şey qoyublar ki, öz nəslinizi orada yazırsınız, qalır. Hər kəs də sizə görə familik olsa gəlir orada yazır, şəcərə düzəlir. Qədim şəcərə deyilə ağac, nəsl ağacı. O onu göstərirdi. Pəs əsil ailə, farslar özləri buna tazə bedouran rəsidə deyirlər. Bunlar ki, Cümhur İslamidə görürsünüz, bunların hamısı tazə bedouran rəsidədir. Əsil ailələr, məsələn deyirəm, bizim kəndimiz 700 il orada olubdur. 3 dəfə dağılıbdır, aradan gedibdir, duvara yenidən adamlar gəliblər oranı. Yəni aradan gedib dediyim, yəni meşələnib ha, meşə olubdur. Evləri orada qalıb. İndi əlbəttə daha yaxşıdır. Pəs türkün nə deməkdir? Türkün əsil ailələrin adıymış. Da bunları əsil ailə ki, əsil və ailə hər ikisi ərəbcə sözdür, farsça deyil. Bunun türkçəsi nə neymiş? Türkün. Türkünə aid əqrəbalıq terimləri. Türkünə aid əqrəbalıq terimləri boy içindəki əqrəbalıq terimlərinin tərsinə olaraq kişisel yaxınlığı göstərirlər. Diqqət buyurun. Deyir ki, türkünə aid olan əqrəba, yaxın, əqrəba dedik ərəbcə sözdür, famildir, yenə də ərəbcə sözdür, yaxınlıqlar, qanbirlər. İndi bir dənə bir özgə qızı alırıq, gəlir evimizə. O bizə qan bağı yoxdur. Bəzən bunun üstündə görürsünüz ki, ona deyir, özgə qızı deyirlər. Amma uşaqlarımızdan bir bağ bağlanır ondan. Bu onu olur bu əqrəbalıqdan getirir. Yəni biz məsələn özgə qızı ilə evlənmişik. Özgə qızı nənəmizə, dədəmizə, bacı, qardaşımıza üstündür. Yəni qabaqda gəlir. Türkünə aid olan termlər, sözlər. O sözləri ki, ailəni təmsil edir, o sözlər. Boy içindəki, boyu dedik da, boyda nə sözlər var idi, 6-7 dana danışdıq. Boy içindəki əqrəbalıq termlərinin, famillik termlərinin, sözlərinin tərsinə idi. Tərsinə olaraq kişisel yaxınlığı göstərir. Bunlar şəxsi, kişisel yəni şəxsi. Şəxsi yaxınlığı göstərir. Dədə, bala, nənə, bacı, qardaş, uşaqlar, əmmə, əmi, dayı, xala, bunlar məsələ, bunlar yaxınlıqdırlar. O yaxınlığı göstərir. Nə mənə kimi? Akan, qədim deyərmişlər, akan baba, dədiyə, babaya, üzrsən, baba, yəni mənim dədəmin dədəsinə akan deyərmiş. Ökə, ökə anıya deyərmişlər. Ər,
İndi də elə ərdiyirik qalır, qoca. Türkiyədə qoca deyirlər buna. Qonçuy, qarı, birinin xanımı. Məsələn, mənim xanımıma qədim nə deyərmişlər? Qonçuy. Qarı da indi deyilir. Qarı əlbəttə yaşlılara deyilir. Qəradağda qarı sözü işlənir, amma yaşlılara deyir. Qarı nənəm. Beləsidir. Çünki qarı yəni qocalmaq. Bizdə bir şeydə qarı şey olar. Əlim dəydi və getdik biz, gedəcək 96-ya. İndi oranı tapmaq özü bir. Bəli. Qonçuy qarı, birinin xanımı. İndi Türkiyədə qarı deyirlər. Mənim qarım məsələn, yəni xanımım. Bizim Azərbaycanda bu işlənmir. Biraz hörmətsizlik var içində. Çünki yaşlılığa işə. Amma nənələrdə işlənir. Böyük nənələrdə. Məsələn, birinin nənəsi ki, deyək 80 yaşı var, 90 yaşı var. 3-cü nəslin, 4-cü nəslin görüb ona deyirlər məsələn nə mənə? Qarı nənə. Üri oğul, erkek evlad. Üri oğul, erkek evlad. Qız, qız evlad. İndi Türkiyədə bu məsələn biz elə indi qız deyirik, bacı deyirik. Onlar məsələn bir qardaş deyə elə bunları saxlayırlar. Hələ gedək şuraq da. Bunlar istədim deyəm ki, yəni bunlar da vardı. Bunlar da ayda bacı, qardaş. Orada qız qardaşım, erkek qardaşım bunlar deyilir. Durkimin yaptığı ailə sınıflandırmasına görə bu topluluğa baba ailəsi deyə bilərik. Durkim bilirsiniz də o alimdir ki, kollektiv təsəvvürlərini danışdı bu kitabda. Deyir ki, Durkimin yaptığı sınıflandırmaya, təbəqəbəndi, sınıflandırma İranda təbəqəbəndi deyirlər ki, ərəbcə sözdür, farsça deyil. Əslən farsçaları yoxdur, onlar təbəqəbəndi deyə bilməzlər. Durkimin yapdığı, yəni düzəltdiyi sınıflandırma, yəni təbəqəbəndiyə görə bu topluluğa ki, ailə içindədir, dədə, bala, böyük baba, böyük nənə, dedik, dədə, nənə, uşaqlar, bunlara baba ailəsi deyə bilərik. Buna deyək ki, baba ailəsi, türkcə. Baba ailəsi, burada farsçasında yazılır, pedəri ailə. Ailəyə pedəri farsça olacaq, türkcə. Bunu türkçələşdiriblər, məsələn, tərkibini dəyişdiriblər, pedəri ailə. Çünki pedər sözü indi Türkiyədə işlənir. Mən bilmirəm ki, pedər sözü farscadır, türkcədir, onu bilmirəm. Amma Türkiyədə pedər sözü işlənir. Bərabər sözü dünyanın hər yerində işlənir. Bilmirəm ki, hardan bu söz hardan gəlibdir, amma dünyanın hər yerində brother, bərabər sözü işlənir. Baba ailəsi, ata ərkil ailə, ata ərkil. Ərk nə demək? Dostlar, mən sizə məsələn ərk eləyirəm. Yəni sizə etimad edirəm, güvənirəm. Sizi özgə görmürəm. Tamam. Ata ərkil, yəni ataya güvən dövrəsi. Atanın hakimiyyət dövrəsi. Ata güclü dövrəsi. İranda bunu tərcümə ediblər nəyə? Pedər salari. Ata ərkil məncə o deyil. Ataya güvən dövrəsi. Ataya etimad dövrəsi. Bu ata ərkillik, çünki pedər salari deyir ki, dədələr şah deyirlər ki. Amma uşaqlar dədələrə hökmün qəbul edirdilər. Bu, uşaq tərəfindən dədəyə verilən bir şeydir. Dədə tərəfindən olmurdu. Yəni, uşaq bəlkə uşaqlığında bir iş görəm, amma elə ki, evləndi, niyə dədəsinin sözünə baxırdı? Pedər Şahi bunu yenə tərcümə eləyən yazıb arasına çox fərqlidir. Deyir ki, baba ailəsi, mən də bunu özüm dedim, bu adam da yazıbdı o cürsü. Baba ailəsi, ata ərkil ailəsindən çox fərqlidir. Yəni, ata ailəsi o sistemdən fərqlidir ki, ona pedər şahi deyirlər İranda. Ya pedər salari. Baba ailəsində babanın əşi və çocukları öz üzərində yalnız demokratik bir vilayəti vardır.
Deyir, baba ailə dediyində babanın uşaqları və ailəsi üzərində, yəni xanımısı, qızları filan bunların üzərində demokratik, yəni onların istəyi, mən də bunu istədim deyəm. Onların istəyi üzərə bunun sözünə baxırlar. Yoxsa çox vaxtda baxmazlar sözünə. Demokratik bir vilayəti var, yəni ailə istəyərək ona bir vilayət verib. Yəni bir növ vilayət də bilirsiniz, ərəbcə sözdür, yəni hakimiyyət, qudrət veribdir. Ki buna baba vilayəti və xoca vilayəti adları verilir. Buna deyirlər ki, Türkiyədə buna baba vilayəti, babanın gücü, babanın sözünün keçərliyi. Mən tərcümə eləsəm belə tərcümə elərəm. Babanın sözünün keçərliyi. Və xoca. Xoca dedik ki, xacə sözündən gəlir, yəni böyük. Böyük sözünün keçərliyi deyilir. Ataərkil ailədə isə ailə rəisinin gərək evladları, gərək əşi öz üzərində sültəsi, yəni sultanlıq haqqı vardır. Deyir ki, haqqı var bu səfər. Deyir ki, bu mənim doğma haqqımdır. Çünki mən kişiyəm, erkəyəm, arvadım, uşaqlarım mənim sözümdə qalacaqlar. Sevərəm də, döyərəm də. Öldürərəm də. Buradan gəlir ki, bir belə adamları öldürürlər, ha, buradan gəlir. Ataərkil ailəsində isə ailə rəisinin başda, ya dədədir, ya babadır, ya böyük babadır. Ailə rəisinin gərək evladları, gərək əşi. Əşi üzərində, onların üstündə, üzər yəni üstü, onların üstündə sültəsi var. Sültə yəni mənə kamil gücü var. Yəni onlar yemaqları, içmaqları da mənə bağlıdır. Yəni sultanlıq haqqı vardır. O bir növ şahdır özü. İstər öldürər, istər saxlar. O Fironun dediği kimi. Evladları ilə bərabər eşi və ailənin bütün digər fərdiləri ilə rəisinin adı, malları və mülkləri nitəliyində idi. Deyir ki, evladları ilə, yəni evladlar da evladları ilə bərabər, yəni evladları ilə eyni zamanda əşi də, yəni xanımısı da və ailənin bütün digər fərdiləri. Qızlar ərə gediblər, oğlanlar evləniblər, onların şeyləri, bəlkə hətta onların qeynənələri qalıb gücünə, qeynanaları, qeynataları, bütün digər fərdləri ilə rəisinin adı, hamısı bu rəisin adını daşıyar, malları hesab olardı. Mənim malımdır, istərəm öldürürəm, istərəm saxlarım. Və mülkləri nitəliyində idi. Nitəliyində yəni elə o qədər aydınlıq idi ki, bu mənim mülkümdür. Mənim balalarımdır, istərəm öldürürəm, istərəm saxlarım. İstərəm ərə verirəm, istərəm vermərəm, istərəm filan kisə verirəm. İttifaqən bizim, əgər diqqət buyursanız, indi keçən 100 ildə bu ittifaq bizim camiəmizdə çox düşübdür. Qızları dədələr zorla ərə verirlər, istərəm verərəm, istərəm vermərəm. Ya öldürürəm, ya verirəm. Yəni bundan ayrı çarə qoymurlar qızlara. Bu o fikirdir ki, bizdə yoxdur, deyir. Bunları istərsə satar, istərsə öldürürdü. İstər arvadını da satar belə, istər öldürər. Uşaqlarını istər öldürər, istər satar. Amma dedi, orada demokratikdir. Yəni uşaqlar istərlər dədənənədən ayrıla bilərlər. Bizimkilərdə bəzən görürsün, dədənənədən ayrılsan, illərcə dədənənə küsər. Çünki onlar özlərində bir güc bilirlər, biz gücü əllərindən aldız. O ailənin fərqini burada görəcəksiniz. Əgər uşaqlar ayrılanda dədənənə rahatca ayrılır, deyir ayrılır, nəslin köməklik eləyir. Bir də var ki, deyir yox, ayrılsaz özümü öldürürəm, sizi öldürürəm filan. İstərsə satar, istərsə öldürürdü, istərsə bir başqasına hibə edərdi. Bağışla, hibə ərəbcə sözdür, bağışlamaq. Uşağın bağışlır bir ayrısına. Mən bunu verdim, sənin uşağın olsun. Türkün türklərcə baba ocağı dediyimiz şeydir. Türkün nə deməkdir? Deyir, türklər türkünə baba ocağı deyərlər. İndi Türkiyədə də vardı.
bizim qızlarımızı ərə verəndə normalda bunların belini bağlayanda bu əylər o ocağı, yəni o evi öpər. Ocaq dediyimiz evi öpər. Bir dua elərlər ona. Yaxçı dualar elərlər uşağa. Əlbəttə bəzən görürüm ki, çox da pis dua eləyən dədənə nələr var ki, Allah lənət eləsin. Türklərcə baba ocağı dediyimiz şeydir. Türkün sözü Türklərin dilində baba ocağı dediyimizdir. Ailə tanrısı məbudu bu ocaqda barındığı üçün ocağın ateşinin heç sönməsi lazım deyildi. Lazım idi. Deyir ki, ailə tanrısı, baxın bir dənə də Allah varmış, yenə getdi usturaya. Bir dənə Allah varmış, ailə Allahı. Bu ocaqda barındığı üçün, deyir ki, o ocaq ailəsi o ocaqda qalarmış. Barındığı, yəni orada yaşarmış. Ora yerləşmək, barınmaq, yerləşmək deməkdir. Ocağa yerləşdiyi üçün, məncə evə yerləşdiyi üçün, ocağın ateşinin heç sönməsi lazım idi. Deyir ki, lazım idi ki, ocaq heç sönməsin. Çünki o Allah orada yaşır, o sönsə, ölər. İndi bu, mən qabaqca demişəm, ocaq bizdə düzdür, oddur, amma əlamətdir. Evin istiliyinə, otağın dövrəsinə yığışmağına, orada yemək bişirməyə, öz aramızda bərabər bölməyə, hər şeydə orada biz ondan keçinirik. Heç sönməsi lazım idi. Bu səbəblədir ki, böyük və ortanca qardaşlar evlənərək türkünü buraxdıqdan sonra türkündə ocaq bəkitçisi olaraq kiçik qardaş qalırdı. Deyir, bunun üçündür ki, niyə o ocaq sönməsin? Deyir ki, bu səbəblədir. Səbəb dedik, ərəbcə sözdür, türkçəsi nədən? Bu nədənlədir ki, böyük qardaş və ortancı qardaş evlənib ayrılandan sonra türkündən, yəni ailədən ayrılandan sonra və buraxdıqdan sonra, ailəni buraxdıqdan sonra, yəni özünə ayrıldı, getdi, özü dədə baba oldu da. Türkün də ocaq, o ailədə ocaq bəkçisi olaraq ocağı diri saxlasın. O evi diri saxlasın, kiçik qardaş alırdı, qalırdı. Bəlirli zamanlarda baba ocağında toplanaraq ataya sayğı görənləri yapılırdı. Deyir ki, bəzi zamanlarda, məsələn bizim öz ailəmizdə, mən Kanadada, bu korona mərəzçiliği gələndən sonra hər şey dəyişdi. Məsələn, hər cuma axşamı ya şənbə günü, cuma ya şənbə, mənim evladlarım və mənim yaxın dostlarım, əqrabalarım bizə qonaq gələrdilər. Bizə hörmətən. İndi, məsələn, bizim Fatimə bu işi getirdir ələ yavaş-yavaş. Məsələn, biz gedirik Fatiməcilə. Biraz bizə ehtiram olaraq çağırır. Bir də ki, uşaqları yığır başına. Biz də gedirik. Fatimə indi burada onu getirdir ələ. Baba ocağında toplanaraq ataya sayğı, hörmət. Ataya, dədiyə sayğı törənləri yapılırdı. Dədiyə hörmət elərdilər. Nəniyə də hörmət elərdilər. Yəni, bu ocaqda olan böyüklərə hörmət elərdilər. Məsələn, mənim bir xalam var. Allah rəhmət eləsin onun ərinə. 30 il olar ölübdür. Allahın rəhmətinə gedibdir. Onun xalam elə o evdə qalırdı. O ev elə mərkəz idi. Yəni, qızlar, oğlanlar, hamı, famillər xalamın yanına gedər, ocağa gedərdilər. Bizim bayram görüşümüzdə birinci yer ocaq oradır. Böyük xala, çox da ağıllı. İndi onun bir oğlu, kiçik oğlu insafən, Türkiyədə gəlib Türkiyəyə və Türkiyədə yaşır. Evi ocağa çeviribdir. Yəni, yenə də hər kəs Türkiyəyə gedir, famillərdən gedir onun evinə. Dərdisər ondandır, ağırlıq ondandır, xərc ondandır, amma o ocaqdır. Niyə? Dədəsini təmsil edir. Nənəsini təmsil edir. Ocağı da unutmazdılar. Yəni, o ocaq müqəddəsdir hamıya.
Dədə evi həmişə müqəddəsdir. Yurtdan və ocaqdan 20 saniyəmiz qalır. Yurtdan və ocaqdan uzaqlaşmaqla bərabər yurt və ocaq sevgisi onlarda güclü bir bağ durumunda idi. Deyir, bununla belə ki, ayrılardılar, gedərdilər